turşularıdır. Karbohidratların glikozadır. Nuklein turşuların nukleotidləridir. Aha, nuklein turşularınki nukleotidlərdir. Yaxşı, burada müəllimə də demişdi. Əfsanə müəllimə, siz mənə deyin zəhmət olmasa, bəs lipidləri niyə görə biz polimer saymırıq? Çünki lipidlər eyni maddənin, eyni molekulun təkrarından yaranmayıblar. Onlarda gliserinlə yağ turşusu növbəli şəkildə birləşir. Yəni bir gliserin yağ turşusu, gliserin yağ turşusu, ona görə də onlar biopolimer hesab olunmur. Yaxşı. Bəs deməli, yaxşı. Biz monomerlərinə baxsaq, polimerlərin monomerləri hansılardır? Nuklein turşularınca nukleotidlərdir. 8 növ nukleotid vardır. Sonra zulallarınca amin turşularıdır. Karbohidratlarınca da glukoza. Monosaxaridlər deyək. Monosaxaridlərdir daha doğrusu. Yaxşı. Monosaxarid halqalarının sayı artdıqca şirin dad və suda həll olma qabiliyyəti necə artır? Necə dəyişir? Tərs mütənasibdir. Aşağıya azalır. Monosaxaridlərdə yaxşı həll olur. Disaxaridlərdə də normal həll olur. Polisaxaridlər çətin həll olur. Məsələn, xitindir, sellulozadır, pektindir. Bunlar çətin həll olur suda. Bəs MR, molekul kütləsi necə dəyişir monosaxaridlərlə polisaxaridlər arasında? Yəni, halqanın sayı artdıqca. Çəki necə dəyişir? Artır. Bəli, çəki də artır, doğrudur. Yaxşı, Rövşən müəllim, siz deyin zəhmət olmasa, zulalların monomerləri nələr oldu? Əl qaldırmışdınız, ona görə dedim. Yaxşı. Elnura müəllimə, siz deyil? Zulalların monomerləri amin turşularıdır. Amin turşuları kondensləşərək zulalları əmələ gətirir. Müəllimə, neçə növ amin turşusu var ümumiyyətlə? 150-dən artıq. Bəs canlının tərkibində? Bəli. Bəs zulalın tərkibində neçə növünə rast gəldik? 20. Yaxşı. Algül müəllimə, onda siz mənə deyin görüm, 20 növ amin turşusunun 20-sini də sintez eləyə bilirikmi biz? Xeyr, insan orqanizmində təbii ki, bunların hamısı sintez oluna bilmir. Ətraf mühitdən alırıq. 11 dənəsini demək biz ətraf mühitdən alırdıq. 7-sini sintez eləyirdik, qalanını alırdıq. Necə? Deyin indi, düzəldin Elnura müəllimə. Siz 20 növ amin turşusu bilirik də. 20 növ. Yox, hamısı... Demin test bankında belə bir sual var. İnsan aşağıdakılardan hansını xarici mühitdən ala bilir? Cavab amin turşulardır. Yaxşı, amin turşulardırsa heç fikirləşmişsiniz ki, biz hansı amin turşuları xaricdən alırıq, hansılar bizdə istehsal olunur? Demişdik ki, bakteriyalarla göbələk... Mən yeni qoşulmuşam müəlliməm. Sən dərs olmamışsınız. Biz demişdik ki, heç vaxt olmamışam, yeni qoşulmuşam. Bəli, biz demişdik ki, digər canlılar 20 növ amin turşunun 20-sini də sintez eləyə bilir. Fərdə müəllimə, amma insan neçəsini sintez edir? Müəllimə, elə bir ki, normalda 20 dənədən 12-sini qəbul edir, 8-sini sintez edir. 8-ni sintez edir. O hansı vəsaitdə var müəllimə, Fidan müəllimə? Mən PDF göndərmişəm. Fidan müəllimə də PDF göndərmişəm. Oradan oxuya bilərsiniz. Yəni sizə köməklik olar o PDF. Qaraciyərdə, Fidan müəllim, o qaraciyərdə onu. Bəli, qaraciyərdə əmələ gəlir. Bəli, qaraciyərdə əmələ gəlir. Yaxşı. Deyin, zəhmət olmasa bağışlayın, böldüm. 11-i sintez olunur, necə başa düşmədim? Yox, 8-i bizdə sintez olunur, 12-sini xaricdən alırıq, qəbul edirik. Demin test bankında da belə bir sual var ki, biz aşağıdakılardan hansını xaricdən qəbul edə bilərik? Cavab amin turşudur. Müəllimlər də deyirlər ki, müəllimə, bəs necə olur bu amin turşunu biz sintez edirik? Ona görə biz öncədən mən dərsi başlayanda demişdim ki, biz 8-in sintez edirik. Hətta adları da yazdırmışdım, amma adları sizə lazım deyil. Yəni sizdən onu tələb eləyə bilməzlər, proqramımızda yoxdur. Amma mən adlarını demişdim ki, birdən də sizə lazım olar, oradan yəni baxıb öyrənə bilərsiniz. Hətta yetkinlik yaşına qədər histidin amin turşusu bizdə sintez olunsa da, yetkinlik yaşından sonra o da sintez olunmur. Yəni onu da qeyd eləmişdim, PDF-də var o da. İstəsəz, yəni maraqlı olsa PDF-ə baxarsınız. Və yaxud da köhnə dərsin kaydına. Müəllimə dedi, mənim ki, test sual cavab eləyin, mən çıxacam. Ağgül müəllimə, siz mənə deyin, deməlim, pentozalar hansılardır? Pentozalar müəllim, riboza, dezoksiriboza. Yaxşı, bir-birindən fərqi nədir bunların?
Bunlarda olan oksigenin sayına göre birinde 4'tür, birinde 5'tir. Ribozada 5'tir, dezoksiribozada 4'tür, azdır. Dezoksiribozada neçə dənədir? 4 dənədir. Adından da göründüyü kimi dezoksiriboz. Bəs dezoksiribozaya biz harda rast gəlirik? Ribozaya harda rast gəlirik? Dezoksiriboza demək nüklein turşuların tərkibində, DNT-nin tərkibində, ribozaya isə həm ATF-in tərkibində, həm də RNT-in tərkibində. Həm ATF-in, həm RNT-nin tərkibində. Bəs dezoksiribozaya dediniz harda? DNT-də. DNT-nin tərkibində rast gəlirik. Yaxşı. Siz mənə deyin, bəs triozalar hansılardır? Triozalar C3 piroizm turşusuna süt turşusu. Piroizm turşusu ilə, bəli, süt turşusu. Bunu sizə sual kimi verməyəcək. Trioza nədir, pentoza nədir? Sadəcə olaraq biz özümüz elə bir ki, biz dərsi keçiriksə, mən onu fundamentdən keçirəm. Trioza nədir? Birinci onu deyim ki, sonra oksigenli parçalanma. Atomlu karbon. Bəli, danışanda artıq piroizm turşusundan, süt turşusundan danışanda siz əvvəlcədən onun formulunu biləsiz deyə deyirəm. Yoxsa o gəlib sizə testdə o sualı elə verməyəcək ki, trioza nədir, pentoza nədir? Yaxşı, siz mənə deyin müəllimə bir də deməli tənzimləyici funksiya. Zulalın da tənzimləyici funksiya həm karbohidratlarda var idi, həm zulallarda var idi, həm də yağlarda var idi. Məsələn, karbohidratın tənzimləyici funksiyası nədir? Kim deməlim? Karbohidratın tənzimləyici funksiyası nədir? Bitkilərdə misal üçün hormonların olması ilə tənzimləyici funksiyadır. Aha, Bu da karbohidrat mənşəlidir. Sonra zülallarda var, misal üçün hormonlar, insanda olan tutalım ki, hormon, insülin hormonu, sonra parat hormonu olsun. Bunların hər biri zülal mənşəlidir. Böyrək üstü vəzimizin kortizon, hidrokortizon, bunlar hər biri zülal mənşəli ola bilirlər. Bəs lipidlərin? Lipidlərdə də bəli, tənzimləyici funksiya, misal üçün cinsiyyət vəzlərində lipid mənşəlidir. Tənzimləyici funksiyası. Tənzimləyici. Vitaminlərdə də var da lipid mənşəli. Bəli, ümumiyyətlə ADK vitaminləri də lipid mənşəli gedə bilər, bəli. Yaxşı, siz mənə bir dənə də sual deyin, onunla da yekunlaşdıq. Müəllimə fikrimdən çıxartdı, sual beynimdə idi. Yaxşı, siz mənə deyin, peptid rabitənin sayı həmişə zulalda olan amin turşunun sayından bir vahid az olur. Bəli, bir vahid az olur. Peptid rabitə nəyin arasında yaranır? Amin turşuların arasında. Amin turşuların arasında yaranır. Yox, hansı qruplar arasında? Bir amin turşusunun digər amin turşusunun karboksil qrupu arasında yaranır. Birin amin qrupu ilə digərin OH ilə NH arasında. Yox, karboksil qrupu ilə COH ilə NH2 arasında NH2-dən hidrogen çıxır, COH-dan da OH çıxır və onların birləşməyindən su yaranır. Yaxşı, suyun sayını peptid rabitəni verirsə, suyun sayını necə tapırıq? Eyni sayda olur. Peptid rabitə ilə suyun sayı bir-birinə bərabər olur. Qayətli, çox sağ olun. Fəridə müəllimə, siz mənə qeyd eləyin. Deməli, zulalın sərbəst halda çəkisi nəyə bərabərdir? Yox, amin turşunun sərbəst halda çəkisi, zulalın tərkibində çəkisi, radikalın çəkisi, qeyri-radikalın çəkisi. Deməli, sərbəst halda amin turşusu 128-dir götürülür. Əgər birləşmənin içində orta deyirsə, məsələn, zulalın nisbi orta kütləsi deyirsə 110 götürürük. Əgər məsələn verirsə radikal, normalda yəni sərbəst halda 128 isə onun 54 həmişə radikal götürülür. Səhv dedim, yoxsa 54-də düzdürmü? Radikal, bəli. Radikalın indi necə dəyişir? Dəyişilməzdir. Radikal dəyişilməzdir. Amma 74-də götürülür qeyri-radikal hissə. Amma birləşmə zamanı ən birinci deməli amin turşusundan 17 qram azalır. Ən sonuncusundan 1 qram azalır. Ortadakılar həmişə 110 qram olur. Və beləsinə, yəni amma radikallar hamısında eyni 54 olaraq qalır. Radikaldan çıxır, qeyri-radikaldan çıxır. Qeyri-radikalda, radikal olduğu kimi həmişə dəyişilməzdir, qalır 54. Məsələn, 74-dən 17 çıxırıq, birinci radikal olur. 74-dən birin çıxanda, yəni qeyri-radikal sonuncu amin turşusunun qeyri-radikal hissəsi olur. Ümumilikdə ortadakılarda isə 74-dən biz çıxırıq 18-i, yəni ümumilikdə ortadakıların qeyri-radikal hissəsini tapmaq üçün. Yaxşı. Doğrudur. Bir də siz mənə deyin, polisaxaridlərdən hansılar tanıyırsınız? Polisaxaridlər dedik ki, nişasta, glikogen, selluloza, xitin, bir də pektindir. Nişasta fotosintez nəticəsində əmələ gəlir.
sonra bitkilərdə olur. Selluloza da bitki tərkibli karbohidratdır və yalnız ot yeyən heyvanlarda və böcəklər bunu həzm edə bilir. İnsan həzm edə bilmir. İnsanda bunu həzm edən yoğun bağırsaqda bakteriyalar var ki, sellulozanın bakterial parçalanması qeyd edirik biz bunu. Sonra deməli gəlir hansı xitin. Xitin dedik ki, mürəkkəb karbohidratdır və əsasən olur deməli göbələyin yəni hüceyrə divarının xarici hissəsində bir də kalsium karbonat duzlaşaraq yığılır deməli böcəklərdə xarici skeleti, yəni xitin skeletini əmələ gətirir. Sonra qaldı ki, əl qaldıranları sual-cavab elədik. Başqa kimsə varmı sual-cavabda iştirak eləmək istəyən? Yoxsa dərsə keçək ki, dərsdən məsələlər öyrədəcəm sizə. Ona görə istəyirəm ki, vaxtımız çox qalsın. Başqa kimsə varsa buyursun. Sual-cavab elədiklərimdən razı qaldım. Çox sağ olun, hazırlaşmışsınız. Təşəkkür edirik. Davam edirik müəllimlər. Biz qaldıq keçən dəfə harda qalmışdıq? Zülalın quruluş səviyyələrində. Düzdür? Düzdür müəllimlər? Yoxsa yadımdan çıxıbdır mənim hansı hissədə qalmışdım? Bəli, müəllim, bəli. Zülalların funksiyalarını dedik, qeyd elədik. Hamısı bir dənə o quruluşları qaldı səhv eləmirəm. Yaxşı, gəlin belə bir sual verim sizə. Görək, məsələ verək bir ədəd. Görək necə həll edirik həmin məsələləri. Deyirəm ki, yazın məsələni. Radikal hissəsinin çəkisi. Ekranı görürsünüz? Bəli. Səsləri bağlayaq müəllimlər, qarışıq gəlir. Radikal hissəsinin çəkisi 74.000 olan zülal molekulunun sintezi zamanı nə qədər su ayrılar? Buyurun, bir dəqiqə vaxt verirəm. Bir dəqiqədən sonra izahını özüm verəcəm. Arada eləyə bilənlər varsa özləri eləsinlər. Radikal hissəsi 74.000. Bəli. Bir dəqiqə rəqəmi düzəldim. Rəqəmi. Bəli, Fidan müəllimə kəsr alınır. Bu da sizə zəhmət. Bəli, düzəltdim. 5400. Mən də baxdım. 54.000. 54.000. Sıfıra diqqət eləyin. Bəzən testdə bir sıfıra görə yanlış yazırsınız. Sıfıra ona görə diqqət eləyin. Sayın sıfırları. $999 müəllimə. Aha. Gəlin baxaq müəllimlər. Yaza bilənlər çox sağ olsun. Yaza bilməyənlər üçün testin izahını verək. Müəllimlər, biz bilirik ki, suyun çəkisini tapmaq üçün bizə amin turşunun sayı lazımdır ki, amin turşunun sayından bir dənə çıxanda sintez olunan suyun miqdarını tapmaq olar. Bəs amin turşunun sayını necə tapacağıq? Bir amin turşumuzda radikalın çəkisi 54-ə bərabərdir. Bəs mənim neçə dənə amin turşum var ki, radikalların bir yerdə çəkisi 54.000-dir. 999 ona görə də 54. İndi baxırıq. Müəllimlər, tənasüb yolu ilə həll edirik. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. 54-ü vururuq. 54-ü vururuq. X-a bərabərdir. 54.000-i vururuq 1-ə. Bu riyazi tərəfdən də ola bilər, zəif olarsınız. Ona görə incəliyinə qədər izahını verirəm. Vuruq hasil. Vuruğun birini tapmaqdan ötürü 54.000-i bölürəm 54-ə. Eləyir 1000. Bir də müəllimə, X-in altında yazdığı görünmədi nəsə. X-la yazdığım yaxşı. Bir dənə düzəldim. Rəngini dəyişim, ruçkan. Yaxşı. 54 X, indi görürsünüz. 54.000. Görürsünüz indi. 54.000-i 1-ə vurub 54-ə bölürsünüz, elə deyilmi? Bəli, ki tənasüblə də müəllimə 54-ü X-a vururam. Baxın,
Bu tərəfə gəldi. 54.000-i də 1-ə vururam. 54x bərabərdir 54.000-ə. X da bərabərdir, yenə deyirikdir, riyazi tərəfdən vuruq, hasil. Bu vuruğu tapmaqdan ördü, buradakını 54-ə bölmək lazımdır. 54.000 bölünsün 54. Eləyir 1000. 1000 nə elədi amin turşum? Müəllimlər, axırdakı cavab bilmirsinizsə ki, nəyə aiddir? Baxın, belə də yaza bilərsiniz. Bir amin turşu 54 atom kütlə vahididir, yəni çəkisi 54 atom kütlə vahididir. Bəs X, yəni neçə amin turşu? Belə yaza bilərsiniz ki, amin turşunun altından yazın, çəkini çəkin altından yazın. Bu cür yazanda, tənasüblə həll eləyəndə görəcəksiniz ki, X-imizin cavabı ilə amin turşunun sayıdır. 1000 amin turşudursa, həmişə deyirik, amin turşunun sayından bir əskik nəyin sayıdır? Suyun sayıdır. 1000-dən bir əskik 999 eləyir. Bir dənə də verirəm məsələ. Deyirəm ki, sintezi zamanı deməli 100 Müəllimə, sualı bir də təkrar edə bilərsiniz. Hələ sualı verməmişəm, hələ fikirləşirəm. 101 molekul mol su ayrılan zülalın tərkibindəki amin turşuların radikallarının cəmini tapın. Oxuyuram bir də. Sintezi 5-dən zamanı 508 müəllimə. Belə qoyuram. yerdən deməyək, sintezi zamanı 101 mol su ayrılan zülalın tərkibindəki amin turşuların sudan gəlməlisiz amin turşuya. Suyu veribsə, amin turşunu tapmalısınız. Amin turşuların radikallarının cəmini tapın. Yerdən deməyək. Amin turşusu 100 olacaq onda. Bilmirəm, müəllimə. Mən elə rəqəm verə bilərəm ki, çaşdıra da bilərəm sizi. O yüzə aldanmayın orada. Sudursa, amin turşusu. Yerdən deməyək, müəllimlərin hamısı eləyə bilsin. Sintez zamanı. Məsuma müəllimə, görünür lövhə indi, görə bilirsiniz. Bayaq çox qarışıqlıq oldu. Bayaq indi görünür yaxşıdır ki, tamam. Yaxşı. Bayaq qarışıqlıq oldu. Nəsə Olar. Mən görmürəm, yazıram deyə görmürəm. Nəsə olsa narahatçılıq deyin, düzəldim. Bir dəqiqə verirəm, bir dəqiqə eləyə bilməsəz mən eləyəcəm. Yəni eləyə bilənlər var zaten, amma yolunu öyrətmək üçün. Müəllimə, məndə PDF yoxdur. Bağışlayın üzr istəyirəm. Bir amin turşusunun radikalını nə qədər götürmüşdünüz orada? Elə əsas məqam odur, 54-dür. 54-dürsə, 54-ü də 100-ə vururuq da məncə. Bilmirəm da, orasını siz tapın. İndi mən eləyəcəm onsuz da. Bir şey deyim ki, müəllimlər. 5400-dür məncə. Kimdə PDF yoxdursa, qrupda var. Qrupa təzə əlavə olunmusunuzsa, mənə deyin göndərim. Dərsə də qulaq asın ki, faydalana biləsiniz. Yəni sizin ziyanınız... Müəllimə, bağışlayın, üzr istəyirəm. Neçənci dərsdir bu? Bu 3-cü dərsdə hal-hazırda. 2 dərs keçən həftə keçilib. Onda xahiş edirəm, üçünün də olar ki... Mənə yazarsınız, baxın, bayaq qrupa link atan mən idim. Mənə yazarsınız, göndərərəm. Şəxsinizə yazın. Bəli, şəxsiyə. Çünki müəllimlər deyir ki... Çox razıyam mən, çox... Siz də sağ olun. Faydalanın, yəni hələ bizim hələ 5-6 dərsimiz var haradasa. Yaxşı, baxaq müəllimlər. Deyirəm ki, 101 mol su ayrılıb. Ola bilər ki, məsələ asan gələ bilər bu məsələ. Amma biz sıfırdan dediyimizə görə mən istəyirəm ki, hərfindən tutub axıra qədər sizə deyək hamısın. 101 mol su. Suyumuz 101 moldursa, biz həmişə deyirik ki, amin turşunun sayından bir dənə əskik suyun sayıdır. Mən amin turşum neçə idi ki, bir dənəsini çıxdım 101 oldu. -1. 102 oldu. 102 dənə mən amin turşum var idi ki. Bir dənəsi əskik 101 mol su alındı. 102 amin turşum elədi. Bir amin turşunun tərkibində radikalın çəkisi 54'dür. Bəs 102 amin turşuda nə qədər olacaq bu tərəfdən yazım. Bir amin turşuda 54'dürsə
Bəs 102 amin turşuda neçədən olacaq? X. X də bərabərdir. 102 vurulsun 54. 102. 54. Nə eləyəcək cavab Nuranə müəllimə? Yazmışdınız ora. 7008. 5508. 5508. Vurmada diqqət eləyin. Vurmada diqqət eləyin. Kimə aydın deyil. İstəyirsiniz bir də başa salaram. Amma kimə aydın deyilsə desin. Vaxt itirməyin. Mesaj yerinə də yaza bilərsiniz. Əgər səsi açmaq müsait deyilsə sizə. Birini də verirəm. Bundan da keçəcəm sonraki mövzuya. Deməli, deyirəm ki, Zülalın çəkisi, orta çəkisi deyək, orta çəkisi 110 min olarsa, bu Zülalın sintezi zamanı nə qədər su ayrılar? Sualın orta çəkisi. 110. Orta çəkisi nə deməkdir müəllimlər? Biri var ki, Zülalın tərkibində birinci amin turşunu, axırıncı amin turşunu, ortadakı amin turşuları nəzərə alasın. Bir də var ki, orta hesabla çəkisi deyəndə hamısını 110 götürürsən. Hamısını 110. 110 olur. Məsələlərdə əsasən başlanğıcla axırı fərqləndirmirsən bir-birindən. Hamısını 110 götürürsən. Əgər məsələnin şərtində desə ki, birinci və axırıncı amin turşu nəzərə alınmaqla onu da götürərsən. Yox, amma 99%-ni demir. Hamısını 110-la hesablayırsan demək olar. Gəlin baxaq. Müəllimlər. 90. Buyurun. Cavabı deyim Fidan müəllimə. Deyin, yaxşı. Deyin, sonra izahını verin. Deməli, burada əgər zolların orta çəkisi 1100 olarsa deyil, zolların sintezi, deməli, zolların orta çəkisi 110 götürdüksə, deməli, burada 110 götürürsə, 110'u vururuq, 1100'ü yox, 11.000'i bölürük 110'a. Bəli. Bir dənə amin turşunun çəkisi 110'a bərabərdir. Bəs mənim Zülalımın içində neçə dənə amin turşu var ki, onun ağırlığı 110 mindir? 110 min, o da 100'e bərabər olacaq. 100'dən də bir Müəllimlər. Bəli, indi düzdür. 999 eləyəcək, düzdür. Tənasübü həll eləyəndə, baxın, amin turşunun altından amin turşunu yazıram. 110'un altından, çəkin altından çəkin yazıram. Yazdım mı? 110 mini. Müəllimə, belə bir düsturda var. Bağışlayın, üzr istəyirəm. M amin turşusu bərabərdir. M Zülal bölünsün M amin turşusuna. Əvvəllər belə bir düstur da var. Müəllimlər, düstur, mən inansız, bəlkə də müəllimlər indi dərsə qoşulurlar, bilirlər. Mən onlara düstur vermirəm. Niyə görə düstur vermirəm? İnanın ki, düstur o imtahan həyəcanı ilə bir həyəcandır ki, adamın adı da yadından çıxır. Ona görə yolun bilməlisiniz ki, istənilən halda, istənilən məqamda o məsələni həll edə bilərsiniz. Düstur adamın yadından çıxır. O qədər düsturlar var ki, bəli, o düstur var idi. Əvvəlki kitablarda da var, bəlkə də güvəndə də var. Amma yəni mən məsləhət görmürəm. Yolun bilsəz daha rahatdır, tənasübü. Yox, tənasübə heç cür eləyə bilmirsinizsə, düsturu yadda saxlayıb ondan gedə bilərsiniz. 110-la 110 arasında ixtisar getdi, yuxarıda qaldı 1000. Deməli, mənim amin turşum nə qədər oldu? 1000 dənə amin turşum. Bəs su nə qədər olacaq? Su həmişə deyirəm, amin turşudan bir dənə əski olacaq. 999 mol su. Bu da suyun çəkisi. Bəli. İndi axırda yenə vaxtımız qalsa verəcəm. Müəllimlər, var zülalların quruluş səviyyələri. Yəni, zülallar birincili, ikincili, üçüncülü, dördüncülü quruluşda olur. Sadə halda bir amin turşunun digərinə peptit rabitə ilə, bax bu cür birləşməsi sadə, heç nəsiz. Birləşməsi bu adlanır birincili quruluş.
Birincili quruluş nədir? Zülalın tərkibində amin turşular bir-biri ilə peptid rabitə vasitəsilə sadə bir zəncir əmələ gətirir. Sadə bir ardıcıllığı. Ardıcıllığı. Bəli. İkincili quruluşda bu sadə ardıcıllığa biraz burulmuş forma veririk. Burada peptid rabitədən əlavə hidrogen rabitəsi də yaranır. Hidrogen rabitəsi. Burmalar arasında hidrogen rabitəsi yarandığına görə bunu deməli ikincili quruluş adlandırırıq. Üçüncülü quruluş şəkildə göründüyü kimi daha mürəkkəb quruluşdur, daha mürəkkəb burulmadır. Bu cür burulmada həm peptid rabitə var, həm hidrogen rabitə var, həm də hidrofob rabitə var. Müəllimlər, bir də var disulfit rabitə. Testlərdə düşür sual. Hansıların arasında disulfit rabitə ola bilər? Disulfit rabitə elə bir rabitədir ki, o rabitənin əmələ gəlməsi üçün kükürtlər olmalıdır. Hansı amin turşunun tərkibində kükürt varsa, disulfit rabitə onların arasında yaranacaq. Biz hansı amin turşunun deyildiyi tərkibində kükürt var? Təbii ki, sisteini, düzdür? Sistein, sistein. Sığını yadınızda saxlayın. Sistein, sulfit. Sistein amin turşusu tərkibində deməli kükürt olduğuna görə harda kükürtlər bir-birini tapdılar, maqnit kimi bir-birini çəkib rabitə əmələ gətirilir, daha mürəkkəb, qarışıq bir quruluş əmələ gəlir. Bu üçüncülü quruluşdur. Dördüncülü quruluşda isə o üçüncülü quruluşu əmələ gətirən yumaqların 4 dənəsi birləşir, yeni bir quruluş əmələ gətirir. Yəni, baxın şəkilə, şəkildə görsəz, qaldırım şəkili bir dənə yuxarı. Şəkilə baxsaq, baxın, sanki 4 dənə üçüncülü quruluş, burulma bir yerə yığılır və daha mürəkkəb, ən mürəkkəb quruluşu əmələ gətirir. 4 dənə qlabuladan, yəni burulmadan ibarətdir. Burada burulma ilə yanaşı, həm də qeyri-zülali hissə, yəni dəmir, hem də var. Dördüncülü quruluş ən mürəkkəb quruluşdur. Ən sadə quruluş isə birincili quruluşdur. Bütün amin turşularda var, bütün zülallarda var birincili quruluş. Çünki zülalın əsasını nə təşkil edir? Peptid rabitə. Birincili quruluşun da əsasını peptid rabitə təşkil edir. Var müəllimlər, zülalların denaturasiyası. Bəzən zülallar öz təbii quruluşunu pozurlar. Necə olur bu? Məsələn, bizim bilirik ki, saçımız keratin zülalıdır. Götürük saçı saç buran feni ilə bururuq. Necə olur? Formasını dəyişir. Buruq forma alır. Düzdür? Bu nə olur? Zülalın quruluşun pozulması. Amma sonra biz onun təzədən öz formasına qaytara bilirik. Düzdür? Əgər burduğumuz bir şey, formasını dəyişdiyimiz bir şey əvvəlki formasına qaydırsa, bu olur renaturasiya. Qayıtmırsa, olur denaturasiya. Məsələn, albumin zülalıda yumurtanın ağı. Gətirim hər səhər, hamımız yəqin ki, çoxumuz, əksəriyyətimiz yeyirik. Gətirin soyutma ataq, sonra açaq baxaq görək ki, zülal əvvəl şəffaf formada idi, albumin zülalı. Sonra bərkləşdi, oldu bərk. Sonra mən nə eləsəm də, hansı bir maddəni gətirsəm də, nə eləsəm də, töksəm o ağın üstünə, mən o bərkimiş ağı təzdən əvvəlki formasına qaytara bilməyəcəm. Nə eləsəm də qaytara bilmirəmsə, bu olur denaturasiya. Yəni, naturası pozuldu. Amma renaturasiyası, yəni qaytardıq əvvəlki naturaya, təbiətinə. Deməli, bu nəyin tərkibində, nəyin təsirindən ola bilər? Yüksək temperaturun təsirindən ola bilər. Necə ki, saçımızı yüksək temperaturla, maşa ilə, saç maşası ilə vururuq da. Radiasiyanın təsirindən ola bilər, qələvilərin təsirindən ola bilər, spirtin təsirindən ola bilər, turşuların təsirindən ola bilər. Dediyimiz kimi, əgər öz quruluşuna təzədən qaydırsa, bu olur renaturasiya. Məsələn, saçın burulmağı. Yox, qayıtmırsa, məsələn, yumurta ağının bişməyi, bu olur denaturasiyası. Yəni, yazıq D oldu da, öldü. Naturası öldü. Bu bizim zülallarımızın ümumi xülasəsi. Zülallara qədər sualı olan varsa buyursun. Sualım deyirsin, hansı hissəni başa düşməyibsə bir də deyək. Yoxdursa keçək nuklein turşularına, oradan da məsələlərimiz var, deyəcəyik.
Bir dəqiqə vaxt verirəm. Düşünün. Sualınız varsa buyurun. Ha. Özür dilerim, bir membranlı, iki membran olarak da bugün danışacağız biz membranlı orqanoidlərdən. Müəllimə, biz onu birinci dərsdə keçmişik, histologiyada. Dərsin kaydı var. Mənə yazın, göndərərəm sizə dərsin kaydını. Oldu. Yaxşı. Elnura müəllimə, sualınız var idi. Xeyr. Yaxşı. Onda davam edirik müəllimlər. Nuklein turşuları. Bu nuklein turşuları ki, hansı ki viruslardan başqa yerdə qalan bütün canlı orqanizmlər, viruslar hələ mübahisəlidir də, biri deyir canlıdır, biri deyir cansızdır, hələ bir ortaya bir şey çıxartmayıblar. Amma yerdə qalan bütün aləmlərin, bütün nümayəndələrində həm DNT-yə, həm RNT-yə rast gəlinir. Amma viruslarda ya DNT-dir, ya RNT-dir. Nuklein turşuları, bunlar da iri molekullu, təbii üzvü maddələrdir. Təbii niyə görə? Çünki canlının tərkibində təbii şəkildə rast gəlinir. Süni şəkildə onu biz əldə eləmirik. DNT canlının irsi məlumatlarının saxlanılması və ötürülməsində, RNT isə zülal sintezində həm də irsi məlumatın ötürülməsində iştirak edir. Biz onların quruluşuna baxsaq, nuklein turşularının monomeri nukleotidlərdir. Nukleotidlərdən ibarətdir. Yəni, halqalar nukleotidlərdir. Nukleotidlər arasında indi rabitələri də deyəcəyik necə olur. Bir dənə nukleotidin quruluşuna baxsaq, nukleotidin tərkibində azotlu əsas, pentoza, pentozamız nədir? Dezoksiriboza. DNT-nin tərkibində dezoksiribozadır. RNT-nin tərkibində ribozadır. Bizə şəkil verib, burada dezoksiribozanı versə, biz avtomatik bilməliyik ki, bu DNT-dir. Yox, ribozanı versə, riboza. Bax, bu şəkildə pentoza, penta 5 deməkdir. 5 karbonlu birləşimi olduğuna görə buna biz pentoza deyirik. Buna biz deyəcəyik riboza, əgər varsa, biz buna deyəcəyik RNT molekulu. Və deməli, fosfat turşusu var. ATF-də 3 fosfatdır, amma istənilən nukleotidin tərkibində bir dənə fosfat turşusu var. Əgər bizim 100 nukleotidimiz varsa, tərkibində 100 dənə fosfat turşusu var. 1000 nukleotidimiz varsa, 1000 dənə fosfat turşusu var. Niyə görə? Çünki hər bir nukleotidin içində bir fosfat turşusu var. Bizə desə ki, 1000 dənə nukleotidiniz var, neçə dənə pentozanız olacaq? 1000 dənə də pentoz olacaq. Çünki bir dənəsinin içində bir dənədirsə, 1000 dənəsi də 1000 dənə olacaq. Biz azotlu əsas sözün ümumi versə, desə ki, 1000 dənə nukleotidin içində 1000 dənə azotlu əsas var, bəli, düz deyir. Amma desə ki, 1000 nukleotidin içində 1000 dənə adenin var, bu artıq sual işarəsi altındadır. Niyə görə? Çünki azotlu əsas adenin, guanin, sitozin, timin. Hər hansı biri ola bilər. Fərqi yoxdur. Gəlin indi quruluşuna bir də baxaq. Müəllimlər, biz deyəndə deyirik ki, 5 növ azotlu əsas, 8 növ nukleotid. Bu sözə bir baxaq görək. 5 növ azotlu əsas hansı azotlu əsaslardır? 5 növ azotlu əsasın tərkibinə adenin, guanin, sitozin, timin, urasil daxildir. Baxın, azotlu əsas adenin, guanin, sitozin, timin, urasil. 5 növ. Budur. Bəs nukleotid deyəndə hansılar nəzərdə tutulur? Var DNT-nin nukleotidləri, var RNT-nin nukleotidləri. 8 növdən 4 növü DNT-nin içindədir, 4 növü RNT-nin içindədir. Bir geniş vərəq açıram. Baxaq buna bir dənə, diqqətlə baxın. Çünki bəzən müəllimlərin axsadığı yerdir bura. Ona görə istəyirəm ki, yaxşı baş salım. DNT-nin nukleotidləri var və RNT-nin nukleotidləri var. Müəllimlər, deməli bizim adenin,
deyirik ki, həm DNT-nin içində var, həm RNT-nin içində var. Düzdür? Amma adeninli nukleotid, baxın, dezoksiriboza və fosfat turşusu. Amma burada riboza, fosfat turşusu, riboza, fosfat turşusu. Biz adenini azotlu əsas kimi deyəndə fərq eləmir. Azotlu əsas kimi RNT-nin də, DNT-nin də içində azotlu əsasdır. Amma nukleotid kimi deyəndə Timin götürmürük də. adeninli nukleotid DNT-nin adeninli nukleotidi ilə RNT-nin adeninli nukleotidi bir-birindən tərkibinə görə fərqlənir. Baxın, bu bütöv nukleotiddir. Adeninli nukleotid. Amma bunun biz ümumiləşdirə bilmərik ikisində. Çünki birinin tərkibində riboza var, birinin tərkibində dezoksiriboza var. Gəlin, guaninli nukleotidə baxaq. Guaninli, dezoksiriboza və fosfat turşusu. Guanin, Adenin, guanin. aha. Guanin, riboza, fosfat turşusu. Bax, yenə görürük ki, bizim guaninli nukleotidlərimiz də bir-birindən fərqlənir. Birinin tərkibi dezoksiribozadır, birinin tərkibi ribozadır. Sitozin, dezoksiriboza, fosfat turşusu. Yenə burada da sitozin, riboza, fosfat turşusu. Yenə sitozinli nukleotiddə bir adeninli, guaninli, sitozinli nukleotid. Sitozin azotlu əsas yox ha, sitozinli nukleotid. Və gəldik, deməli, burada timin dezoksiriboza, fosfat turşusu, burada da urasil, riboza, fosfat turşusu. Deməli, bizim 8 növ nukleotidimizdən adeninli nukleotid, guaninli nukleotid, sitozinli nukleotid, timinli nukleotid, 4 növü burada. 1, 2, 3, 4. Yenə burada da adeninli nukleotid, guaninli nukleotid, sitozinli nukleotid və timinli nukleotid. Urasilli daha doğrusu. Urasilli. Burada da 4 növ. 1, 2, 3, 4. 4 növ nukleotid də burada. Cəmi neçə növ nukleotidimiz oldu? 8 növ nukleotidimiz. DNT-nin adeninli nukleotidi, RNT-nin adeninli nukleotidi. DNT-nin guaninli nukleotidi, RNT-nin guaninli nukleotidi. DNT-nin sitozinli, RNT-nin sitozinli nukleotidi. DNT-nin timinli nukleotidi, RNT-nin urasilli nukleotidi. 8 növ nukleotid. Amma azotlu əsasa gəldikdə 1 növ azotlu əsas, 2 növ azotlu əsas, 3 növ azotlu əsas hər ikisində eynidir. Amma timinlə urasil fərqlidir. 1, 2, 3 növ, 4 növ, 5 növ azotlu əsas. Sual olan var mı? Fidan müəllimə, üzr istəyirəm. Bax, dedik ki, 5 növ azotlu əsasda yazdıq ki, adenin, guanin, sitozin, timin, urasil. Aha. Sonra ya 8 növ nukleotiddə də o hansını yazdı, hansını dedik? Adeninli nukleotid, DNT-nin adeninli nukleotidi, DNT-nin guaninli nukleotidi, DNT-nin sitozinli, DNT-nin timinli nukleotidi. Gördü getdi, ha? Bir də? Onların tərkibindəki adenin azotlu əsası ikisində də eynidir. Amma nukleotid kimi götürəndə ribozaya görə, dezoksiribozaya görə ikisini eyni götürmürük, fərqli götürür. Yəni, bir şey deyim də, nukleotid kimi fərqlidirlər, amma azotlu əsas kimi adeninlər eynidirlər. Nukleotid kimi fərqlənir də, fərqlənir. Bəli, nukleotid kimi fərqlənir. Çünki birinin tərkibi dezoksiribozadır, nukleotid kimi. Birinin tərkibi ribozadır. O 8 növü başa düşürüm. 8 növ o hansı oldu? Bax, azotlu əsası başa düşdüm Fidan müəllimə, 5 növü də. O 8 hansı aldı? Bax, bir dənə o mənə... Müəllimə, DNT-nin adeninli nukleotidi. DNT-nin guaninli nukleotidi. Baxın, DNT-nin adeninli nukleotidi budur.
Aha, DNT-nin guaninli nukleotidi budur. bəli. DNT-nin sitozinli nukleotidi budur. 3, bir de 4. DNT-nin timinli nukleotidi budur. İndi gəldik RNT-yə. RNT-nin adeninli nukleotidi budur. RNT-nin guaninli nukleotidi, RNT-nin sitozinli nukleotidi, RNT-nin urasilli nukleotidi. 8 növ nukleotid. Aydın, çox sağ ol. Tamam, Aydın. Buyurun. Deməli, nuklein turşusunun növlərini dedik ki, dezoksiribonuklein turşusu var, ribonuklein turşusu var. Baxın müəllimlər, biz bir dənə nukleotidin quruluşunu dedik. Deməli, azotlu əsas, pentoza və fosfat turşusu. Bu bütövlükdə müəllimlər nukleotiddir. Nukleotid. Amma deməli, azotlu əsasla pentoza bir yerdə fosfat turşusu olmadan nukleozid adlanır. Nukleozid. Bəli, birdən sizin qarşınıza çıxar ki, nukleozid termini, fikirləşərsiniz ki, kitabda səhv yazılıb ya testdə səhv yazılıb. Yox, nukleozid termini var. Fosfat turşusu olmadan biz əgər nukleotidin tərkibindən fosfat turşusunu çıxsaq, onda nukleozid qalacaq. Azotlu əsasla pentoza bir yerdə nukleoziddir. Nukleotidlər bir yerə yığışır. Nəyə əmələ gətirirlər? Polinukleotidi. Yəni Nuklein turşularında. Bəli, nuklein turşularını əmələ gətirirlər. Müəllimə, bir dəqiqə bir sual verim sizə. Buyurun. Bu siz deyirsiniz ki, məsəl üçün DNT 8 növ nukleotiddən təşkil olunmuşdur da. Onun iki qat zəncirini nəzərə alaraq deyirsiniz də bunu, düzdürmü? Müəllimə, mən DNT 8 növ nukleotid demədim axı. DNT-nin 4 növ nukleotidi var. Bəx, mən 8 nukleotid danışdım. Ümumi şəkildə 8 növ nukleotid var. 4 növ DNT-nin tərkibindədir. 4 növ RNT-nin tərkibindədir. Hə, elə 8 növ. Bəli. O azot əsası deyəndə deyirik ki, azot əsası 5-dir, amma nukleotidlər neçə növdür deyəndə 8-dir, belə deyil. 8 növ nukleotiddən 4 növü DNT-nin tərkibindədir, 4 növü RNT-nin tərkibindədir. DNT-nin tərkibində, baxın, fikirləşərsiniz ki, müəllimə, bəs azotlu əsas 5 növdürsə, nətər olur 8 növ nukleotid əmələ gətirir? Necə əmələ gətirir? Çünki adeninin tərkibinə bir dəfə riboza girir, bir dəfə dezoksiriboza. Ona görə 2 növ nukleotid əmələ gətirir. Guaninin tərkibinə bir dəfə riboza girir, bir dəfə dezoksiriboza girir. 2 növ nukleotid əmələ gətirdi. Sitozinin tərkibinə bir dəfə riboza girdi, bir dəfə dezoksiriboza. 2 növ əmələ gətirdi, elədi 6 növ. Timinin tərkibinə riboza girə bilməz. Çünki timinin RNT-də işi yoxdur. Bir dənə ribozan girir. Dezoksiribozanın tərkibində o. Dezoksiriboza girir tərkibinə. Urasilin də DNT-də işi yoxdur. Dezoksiriboza girə bilməz tərkibinə. Ona görə 8 növ nukleotid eləyir. Kimə aydın olmadsa bir də deyə bilərəm. Fidan müəllim, orada bir dənə urasil rol oynayır da. Bir dənə urasillə timinin əvəzi ona görə 8 növ sayarıq da. Onu elə hesab edirik. Urasillə timinə görə də. Yox, müəllimə, biz siz nəyə görə hesab edirik? Bilirəm, elə çox müəllimin də çaşdığı mövzu budur. Baxın, müəllimə, biz nukleotid deyəndə adenin, guanin, sitozin və timin urasil deyirik. Azotlu əsas deyəndə, düzdür? Azotlu əsas. Bəli, azotlu əsasdan, baxın, adenin bir dəfə DNT-nin tərkibinə daxil olur, bir dəfə RNT-nin tərkibinə. Bir dəfə riboza ilə birləşmə əmələ gətirir. Bir dəfə dezoksiriboza ilə, bir dəfə riboza ilə. Guanin də bir dəfə dezoksiriboza ilə, bir dəfə riboza ilə. Sitozin də dezoksiriboza ilə, riboza ilə. Timin isə dezoksiriboza ilə birləşməni gətirir. Urasil isə riboza ilə. Ona görə adeninin dezoksiriboza ilə əmələ gətirdiyi bir növ nukleotiddir. Riboza ilə əmələ gətirdiyi ikinci növ nukleotiddir. Guaninin dezoksiriboza ilə əmələ gətirdiyi üçüncü növ. Guaninin riboza ilə əmələ gətirdiyi 4-cü növ. Sitozinin dezoksiriboza ilə 5-ci növ. Sitozinin riboza ilə 6-cı növ. Timin riboza ilə ömür billah düşmandı, birləşə bilməz. Eləyəcək, bu 6 idi, bu 7-ci növ. Urasil də dezoksiriboza ilə düşmandı, birləşə bilməz, təkcə riboza ilə birləşir. Bu da elədir 8 növ. O ikisinin başındadır. O ikisinin başındadır.
Bunlar deməli ömür billah əmələ gətirə bilməz, amma bunlara görə deməli nukleotit sayı azotlu əsasdan artıq olur həmişə. Yəni bunların ikisi ilə də orada gedib, burada getdiyinə görə nukleotidin sayı artıq olur azotlu əsasdan. Aydındır? Bəli. Bəli. Yaxşı. Yaxşı. Biz deməli müəllimlər, bir də baxırıq, nukleotidlər quruluşuna baxaq. Nukleotidin quruluşunda deməli, nukleotidlər ayrılır purin əsaslarına və pirimidin əsaslarına. Pirimidin deməli və purin əsasları. Purin deyəndə adenin və guanin nəzərdə tutulur. Baxın, adeninlə çəkicə, sayca timin bərabərdir. Testdə çaşqınlıq yaratmasın. Buna aid testlər çox düşür. Adeninlə timinin sayı bərabərdir. Ölçüsü bərabər deyil. Ölçüsü bərabərdir adeninlə guaninin. Ölçülə bərabər. Ölçücə. Baxın, testdə var, ABC-nin testində var. Deyir ki, adeninin ölçücə bərabər olduğu nukleotidin sayı bu qədərdir. Tez o dəqiqə timini götürürlər. Timin deyil axı, ölçücə bərabər olduğu guanindir. Sayıca bərabər olduğu timindir. Və adeninlə timinin sayı ona görə bərabərdir ki, adeninin qarşısına həmişə timin durur, timinin qarşısına da adenin durur. Və bir dəqiqə qoşulmaq istəyən var dərsə. Deməli, biz dedik adeninin sayı timinə, timinin sayı isə adeninə bərabərdir, timinin sayı da adeninə bərabərdir. Və burada biz nəyə diqqət edirik? Müəllimlər, bax, bu yerdə də çaşqınlıq yaranır. Testi işləyəndə müəllimlərdə görürəm. Bir də buna diqqət edirik ki, müəllimlər, baxın, DNT iki zəncirdən ibarətdir, bilirik ki. Bir zəncir, iki zəncir. Bir zəncirində bərabər deyil, bir zəncirində deyil. Məsələn, bir zəncirdə verirlər adenini 30, timini verirlər 50. Tez müəllimlər deyir ki, bu sual səhvdir, ay müəllimlər. Ola bilər ki, adeninin sayı timindən fərqli olsun. Niyə olmasın? Müəllimlər, adeninlə timinin sayı DNT molekulunda bərabərdir. Bir zəncirdə yox. Bu zəncirdə adenin 30-dursa, timin də 30-dur. Düzdür, onun qarşısında 30 dənə timin durmalıdır. Timin 50-dirsə, onun qarşısında adenin də 50 dənə durmalıdır. Ümumi DNT molekuluna baxsaq biz, deməli, adeninin sayı olacaq 80, timinin də sayı olacaq 80. DNT molekulunda yenə adeninin sayı timinin sayına bərabərdir. Amma bir zəncirdə sayılar fərqli ola bilər. Əsas məsələ DNT molekulunda onların sayını bərabərləşdirməkdir. İndi mən sizə deyirəm ki, DNT-nin bir zəncirində adeninin sayı bərabərdir 100. Timinin sayı bərabərdir 120. Olarsa, yaxşı. DNT molekulunda adenin və timinin cəmini tapın. Buyurun. 200. Yerdən hesaplamayaq müəllimlər. Səsləri bağlayaq. Digər müəllimlər demotivasiya olurlar. Onlar da hesaplamaq istəyir. Xahiş edirəm. Aşağıdan mesaj yerindən yaza bilərsiniz. Yaza bilmirsinizsə, hamı bitirəndən sonra cavabı deyə bilərsiniz. Hesablayın, bir dəqiqə mən gəlirəm. Zəngin olmasa bir də deyərsin. Müəllimə, DNT-nin bir zəncirində adenin 100-dür, timin 120-dir. O zaman DNT molekulunda adenin və timinin cəmi nəyə bərabərdir? Hesablayın. 440. 440-dır. Dedim axı müəllimə, yerdən deməyək də, xahiş edirəm. O digər müəllimlər də hesablayın. 480 nətər ola bilər? Soruşur, sizdə. Yox, 120-ni 2 dəfə 0, 2 dəfə 2, 4. 440 eləyir. 440 eləyir da, elə 240 buradan, 200 də oradan. Hə, 440 eləyir. 440, bəli, 440. 440 eləyir. Adeninlə timin, o molekul dəndə 2 zəncir götürürük da, amma bu bizdən
Bir zəncirdə 100-dürsə adenin, digər zəncirdə timin də 100-dür. Bir zəncirdə timin 120-dirsə, digərində adenin də 120-dir. 120 görüb, o da Bəli, 440 440 müəllimə, 440-dır. 440-dır. Komplementarlıq prinsipinə əsasəndir də müəllim. Komplementarlıq, yəni timin həmişə eyni götürür də qarşı. Müəllim, elə bu da ölçü deyəndə deyir ki, purun əsaslı, bu sayca ölçü deyəndə onun molekul kütləsini götürürük. Molekul kütlələri hesablanır. Yox, ölçüsünə görə, molekul kütləsi deyil məncə. Ölçüsünə görə, sayına görə adenin timinə uyğun gəlir. Müəllimə elə dedi də, adenin timinə uyğun gəlir Amma ölçü sayca. fərqlidir. Yox, sayca timinə uyğun gəlir, amma kütləsi adenin Ölçüsünə guaninə görə bərabərdir. guaninə Ölçüsünə uyğun görə, gəlir. bəli. Hə, adenin guaninə uyğun gəlir. Guaninə bərabərdir. Aha, baxaq müəllimlər, görək nə demək istəyirsiniz. 440. Yaxşı, görək. 400 qalınır. Yaxşı. Düzdür mü? Müəllimlər, deməli mən deyirəm ki, bir zəncir deyəndə zənciri çəkdim. İndi keçirəm o birisi zəncirə. Mənim bu zəncirimdə. Əgər 100 dənə adenin varsa, o birisi zəncirimdə də onun qarşısında 100 dənə timin durmalıdır. Bəli. Timin bu zəncirdə 120 dənədirsə, o birisi zəncirdə olacaq 120 dənə. O birisi sayı tapanda eləyəcək 440. 440. Aha. Müəllimlər, molekul deyəndə həmişə iki zəncirin ikisi də nəzərdə tutulur. DNT molekulu deyəndə. Onu yəni diqqət edin. Və müəllimlər, bir də bunu Biraz şey qaldı. Yəni sayına görə adenin timinə komplementardır. Eləmi? Bəli. Amma ölçüsünə görə deyəndə, amma ölçüsünə görə adenin guaninə bərabərdir. bəli, adeninlə guanin ikisi bir yerdə purin əsasları adlanır, digərləri isə sitozin, urasil, timin isə pirimidin əsasları adlanır. Bəli. İndi bir dənə də şeyə diqqət eləyək. Keçən il bu Təhsil TV-nin suallarında vardı. Ona görə mən də slayda salmışam. Bir dəqiqə görüm pirimidin nukleotidin, bir də müəllimlər bir şeyə diqqət eləyirik ki, bizdə bir dənə bunların quruluşunu bilməyə ehtiyac yoxdur. Yəni bizə lazım deyil. Bir dənə nəyə diqqət eləyirik? Adeninin içində oksigen yoxdur. Yerdə qalan bütün nukleotidlərin içində oksigen var. Hətta adeninin bacısı kimdə həmişə deyirəm dərsdə? Timin. Elə bir adenin öz oksigenin timinə verib. Timində 2 dənədir. Adenində yoxdur oksigen. Bir dənə bunu yadda saxlayın. Qalan bizə bu quruluş, heç nə yəni düşəsi deyil, sizə düşəsi deyil bunlar. Adeninin tərkibində oksigen yoxdur, guanində var, sitozində var, urasillə timində, adeninə komplementar ya urasildir ya timin. Onun oksigenin sanki onlar alıblar. Onlarda 2 dənədir. Belə yadınızda saxlayın, bu da bizim nukleotidimizin quruluşu. Nukleotid, buyurun. Biz orada dedik ki, yuxarıda purit əsasında adenin bərabərdir, ölçüyə görə adenin bərabərdir guaninə. Burada ölçü də onun molekul çəkisində bərabərdir. Yox, çəkisinə görə bərabər yox. Sadəcə ölçücə bir-birinə yaxındılar. Ölçücə? Bəli. Ölçücə də bəli, çəkisinə görə də ağırlığına görə. Ağırlığına görə də. Say yox, ölçü. Ölçü kütlədir də. Axı dediniz ölçü adenin guaninə bərabərdir çəkicə. Amma sayca adenin timinə bərabərdir. Yəni, indi nə dedim? İndi müəllimə çaşdırmayın, mənə bir dənə fikrimi ümumiləşdirim. Ölçücə dedim, müəllimə ölçücə dedim. Müəllimə, indi mən məsələn, mənə komplementar kimi olar? 30 kiloluq bir adam olmaz da, yəqin ki. Ölçücə mənə komplementar, mənlə bir çəkidə adam olar. Amma sayca, ədədlə necə sayırıq? 5 dənə, 5 ədəd. Yəni, ədədlə saymaq deməkdə onu nəzərdə tuturuq. Adenin sayına görə 5 dənə adenin isə timin də 5 dənədir. Harada DNT molekulunda bir zəncir yox, molekulda. Amma ölçücə adeninin quruluşuna, ölçüsünə, bədən çəkisinə, nisbətlərinə görə bir-birinə komplementar deməyək, bərabər olan sanki adenindən guanin. Testdə bizə belə düşür. Ölçücə adenin guanin və onda sitozin də timinə bərabərdir. Bəli, onu deyirik də, sitozin, timin, urasil də pirimidin əsaslarıdır. Onlar da bir-birinə bərabər olur ölçücə. Bəli, sitozin də timinə. Başqa bura qədər sual olan var.
Yaxşı. Şəkərin dedik DNT-nin tərkibində dezoksiribozadır, RNT-nin tərkibində ribozadır. Elə adlar da ribonuklein turşusu və dezoksiribonuklein turşusu buradan götürülmüşdür. Keçən dərsdə demişdik, dezoksiriboza bir dənə oksigenin əskikliyinə görə ribozadan fərqlənir. Fosfat qrupuna baxsaq, deməli H3PO4-dür, bildiyimiz H3PO4 həm DNT-nin tərkibində, DNT-dəki nukleotidlərin tərkibində fosfat turşusu var, həm RNT-dəki nukleotidlərin tərkibində. Bizə testdə desə ki, həm DNT, həm RNT üçün ortaqdır, nə? Fosfat turşusu, fosfat qrupu ortaqdır. İki nukleotid bir-biri ilə necə birləşir? İki nukleotidin bir-biri ilə birləşməsi nəticəsində, baxın, birinin şəkəri ilə bu xarici ədəbiyyatdan götürülüb, sizə ehtiyac yox. Hidrogen rabitəsi ilə birləşir. Müəllimə, bir-biri ilə nə ilə birləşir? Baxın, iki nukleotid qarşı-qarşıya bir-biri ilə yox, alt-alta bir-biri ilə. Kovalent rabitə ilə, kovalent rabitə ilə. Adenin, timin, sitozin, guanin, DNT-nin bir zənciridir. O birisi zəncirində də adeninin qabağında timin, timinin qarşısında adenin, sitozinin qarşısında guanin, guaninin qarşısında sitozindir. Baxın. Amma öz aralarında kovalentlə birləşməlidir məncə. Bəli, müəllimə, indi izahını verəcəm. Adeninin qarşısında olan rabitə, adeninlə timin iki zəncir bir-birinə hidrogen rabitəsi ilə birləşir. Adenin və timin arasında iki hidrogen rabitəsi, timinlə yenə adenin arasında iki hidrogen rabitəsi, sitozinlə guanin arasında üç hidrogen rabitəsi, guaninlə sitozin arasında yenə 3 hidrogen rabitəsi olur. Fikrimizi ümumiləşdirsək, adeninlə timin arasında 2 rabitə, sitozinlə guanin arasında 3 hidrogen rabitəsi olur. Amma testdə bizdən soruşsa ki, desə ki 2 qat rabitə, adeninlə timin arasında 2 qat rabitədir, sitozinlə guanin arasında 3 qat rabitədir. Bir dənə bu rabitə, baxın, burada 2 dənə hidrogen rabitəsi, 2 ədəd hidrogen rabitəsidir, amma bir ədəd 2 qat rabitədir. Bir dənə 2 qat rabitədir. Amma bir dənə yadımdan çıxdı, orada bir söz dediniz. Dezoksiriboza, ribozadan bir oksigen atomu əskikliyinə görə fərqlənir. Dezoksi. Sanki deyib ki, dezoksi əksdir də, hə, başa düşdüm. Dezoksiriboza. Deməli, müəllimlər, bunu bildik. Və bizim alt-alta necə yerləşir bu nukleotidlərimiz? Alt-alta bir-biri ilə hidrogen rabitəsi ilə birləşmir. Fikirləşərsiniz ki, buradakı adeninlə buradakı timin iki hidrogen rabitəsindən, bəlkə altdakılar da o cürdür. Xeyr, altdakılar arasında birinin şəkəri ilə növbətisinin fosfatı arasında kovalent rabitə olur. Hansı rabitə? Kovalent rabitə. Və bizə sual verir. Bizə sual verir. Baxın, DNT molekulunda 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 nukleotid var. Harda? DNT molekulunda. 8 nukleotid daha doğrusu. Bağışlayın. 8 nukleotid. Bizə desə ki, bu DNT-nin sintezi zamanı nə qədər su ayrılar? DNT molekulunda nə qədər nukleotid varsa, ondan 2 dənə çıxıram, elir 6 su. Amma desə ki, baxın, bir zəncirin sintezi zamanı nə qədər su ayrılar? Bir zəncirin sintezinə ayrılan suyu tapanda 1, 2, 3, 4. 4 nukleotid, bir dənəsini çıxıram, bir zənciri tapanda birini çıxıram, 2 zənciri tapanda ikisini çıxıram. Elir 4-dən birini çıxanda 3 su. Yenə baxın, burada da 4 dənə nukleotiddir, birini çıxdım, 3 sudur, 3 su, 3 su, 6 su yenə eyni şeyi elədi. İndi gəlin sizə belə bir sual verim. Deyim ki, yerdən amma deyən olsa müəllimlər, o müəlliməni cavablandırmağa qoymayacam. Səsini bağlayacam, sonra danışa bilməyəcək. Yerdən deməyək, hamı həvəslidir, hamı iştirak eləmək istəyir. Bir, deməli, 108 nukleotiddən ibarət DNT molekulunun bir zəncirinin sintezi zamanı nə qədər
su ayrılır. Yazmaq yerini bilmirəm. Mən hansı tərəfdən yazmaq lazımdır? Mesaj yazılan yer var. Aşağıda mesaj işarəsi var. Oradan baxa bilərsiniz. Bilmirəm. Hamı yazır, mən də yaza bilmirəm. Mən də yaza bilərəm. Hə, harda? Hansı tərəfdən yazırıq? Bu 3 Aşağıda nöqtə olan mesaj. yerdə. 3 nöqtə Mən olan yazdım, yerdə. baxın salam yazdım. O salamın üstünə basın, orada yaza bilərsiniz. Aha. Siz salamın üstünə. Hə. Mən yazdım. Hə. Mesaj göndərib, hə. 106. Gəlin baxaq. Deməli, 108 nukleotiddən ibarətsə DNT molekulu bir zəncirinin sintez zamanı. Mənim DNT molekulum deyəndə 2 zəncir nəzərdə tutulur. Düzdür? 2 zəncir. 2 zəncirində 108 nukleotid varsa, bir zəncirdə nə qədər olacaq? 108-i bölürəm 2-yə. 108. Eləyir 54 nukleotid. Bir zəncirdə 54-dür, o birisi zəncirdə də 54-dür. Mən də demişdim ki, bir zəncirin tapanda bir dənə su çıxıram. Eləyir 53 su. O birisi zəncirdə tapanda yenə bir dənə su çıxıram, 53 su. Desəm ki, DNT molekulundan ümumi nə qədər su ayrılar? 53 bu zəncirdən ayrılar, 53 də bu zəncirdən. 106. Yazdım mən. Aha, əla. Yaxşı. Gəlin dərs davam eləyək. Vaxtımız da azdır, hələ Cavab çatdırmalıyıq. müəllimə cavab neçə oldu? 106 oldu. Yox, mən sizdən bir zənciri soruşmuşdum, 53. Mən 2 zəncirin də izahını verdim. 2 zəncirin də izahını Başa verdim. düşdüm. Hə, aydın. DNT ilə RNT-nin fərqli cəhətləri nələrdir? DNT 2 zəncirdən ibarətdir, RNT bir zəncirdən ibarətdir. DNT-də şəkər dezoksiribozadır, RNT-də şəkər dezoksidadır. DNT-nin xas olan nukleotidi timindir, RNT-də urasildir. DNT parçalanıb yenidən bərpa ola bilmir. Yəni, mən DNT-mi parçalasalar, o yenidən bərpa ola bilməyəcək. RNT isə parçalanıb yenidən bərpa ola bilir. DNT polimeraza ilə DNT yenidən sintez olunur. RNT-ni sintez eləyən isə RNT polimerazadır. Diploid hüceyrədə DNT-nin sayı sabitdir. Biz indi ontogenezdə keçəcəkdə xromatidin sayı nə qədərdirsə, DNT-nin sayında o qədər götürürük. Hüceyrədən hüceyrəyə RNT-nin miqdarı dəyişir. Əsas əmri kim verir? DNT, başçı, şah. DNT-nin əmrləri əsasında iş görür kim? RNT. DNT-yə biz ekariot hüceyrədə, nüvəcikdə, mitoxondrdə, xloroplastda rast gəlirik. RNT-yə isə nüvə, nüvəcik, mitoxondri, xloroplast, sitoplazmada, ribosomda rast gəlirik. Prokaryot orqanizmlərdə DNT sitoplazmada olur. RNT isə sitoplazmada və ribosomda olur. DNT zülal sintezdən birbaşa iştirak etmir. Dolayı əmri verir, koddaşmanı aparır, daha qalan işə qarışmır. RNT isə birbaşa iştirak edir. Gətirir amin turşunu, kodlaşdırmanı aparır, gətir götür, hər işi RNT görür. Bəs ortaq cəhətləri nədir? Hər ikisi polinukleotiddir. Hər ikisində adenin var, guanin var, sitozin var. Hər ikisi DNT-nin şifrəsi əsasında sintez olunur. Hər ikisində zülal sintezində birbaşa da olsa, dolayı yolla da olsa iş görür. Hər ikisində 5 karbonlu şəkər var. Hər ikisi bütün canlılarda mövcuddur. DNT-nin quruluşuna biz baxsaq, DNT-yə baxsaq bir dəqiqə. DNT əsas rolu ondan ibarətdir ki, bir canlının digər canlıya bənzəməsinin qarşısını alır. Bizim irsi məlumatımızın saxlanması, gələcək nəslə ötürülməsi DNT-nin köməkliyi ilədir. Dediyimiz kimi, 2 zəncirdən ibarətdir. Adeninlə timin arasında 2 rabitə, sitozinlə guanin arasında 3 hidrogen rabitəsi var. Hidrogen rabitələri zəif olduğuna görə, deməli, bu birləşmələrin parçalanması zamanı, deməli, zəncirin bir-birindən ayrılması zamanı su ayrılmır. Su nə zaman ayrılır? Bir zəncirdəki nukleotidlərin parçalanması zamanı ayrılır. Və deməli, RNT-nin növlərinə
aiddir. Ribosom RNT-si, məlumat nəqliyyat RNT-si, ribosom RNT-si ribosomun 65%-ni təşkil edir. Bütün hüceyrədə ən çox ölçücə, ən çox deməli həm ölçücə, həm sayca miqdarı ribosom RNT-sidir. Məlumat RNT-sinin miqdarı ən azdır. Nəqliyyat RNT-si isə 15%-ni təşkil edir. ATF-in quruluşuna baxsaq, ATF-in hüceyrənin əsas enerji mənbəyidir ATF. Kimyəvi quruluşuna görə nədir? Nukleotiddir. Molekul kütləsi 504-ə bərabərdir. Bunu əzbər bilməliyik. Harda sintez olunur? Mitoxondridə. Başqa harda sintez oluna bilər? Mezosomlarda. Biz bunları maddələr mübadiləsinə deyəcəyik. Ekaryotlarda, mitoxondrdən kənarda, glikoliz mərhələsində sitoplazmada ATF sintez olunur. Bunu da deyəcəyik. Həmçinin xloroplastlarda da fotosintez nəticəsində ATF sintez olunur. ATF-in quruluşuna baxsaq, deməli, ATF ibarətdir adenindən, ribozadan və 3 fosfat turşusundan. Adından göründüyü kimi ATF, adenozin trifosfat, tri 3 deməkdir. Burada başqa azotlu əsas olmur. Yalnız adenin olur. Dəyişib guanin, sitozin, timin, heç nə ola bilməz. Bir dənə adenin olur. Dezoksiriboz ola bilməz. Həmişə riboz olur. Fosfat turşusunun sayı 3 ədəddir və aradakı rabitələr makroergik rabitədir. Bir dənə ATF-də 2 ədəd makroergik rabitə var. Hər rabitənin malik olduğu enerji 40 kilojoldur. Və ümumilikdə ATF-in malik olduğu enerji, 1 mol ATF-in malik olduğu enerji 80 kilojoldur. Və mən indi sizdən soruşsam, desəm ki, 10 mol ATF-in tərkibində fosfat turşularının sayını toplayın makroergik rabitə ilə. Buyurun. 80 kilojolla hesablayacaqlar. Yox, mən baxın nə deyirəm. Fosfat turşusu ilə makroergik rabitənin cəmini tapın deyirəm. Aydın. Şimdi sen birinde 82 bu, bir molda 820. Nədir? Yerdən deməyək, müəllimlər, səsi bağlayacağım. Sən səs. Mənə bir mol ATV-nin tərkibində ortofosfat turşusu ondan sonra mən yazamadım. Bir dənə zəhmət olmuş. Müəllimə, 1 mol ATF-in tərkibində 3 dənə ortofosfat turşusu var. Aha, bəli. Bəs 10 mol ATF-in tərkibində neçə dənə ortofosfat turşusu? Hə, oldu. Sağ ol. Tapdıqmı? Müəllimlər, 1 mol ATF-in tərkibində Otur. 10 dənə deməli 1 mol ATF-in tərkibində 3 dənə ortofosfat turşusu varsa, 10 mol ATF-in tərkibində 30 dənə ortofosfat turşusu olacaq. Bəli. Bəs makroergik rabitə nə qədər olacaq? 1 dənə ATF-in içində 2 dənə rabitə varsa, 10 dənə ATF-in içində neçə dənə rabitə olacaq? 20 dənə. 20 dənə. Fosfat idi, 20 də rabitə. Cəmi nə qədər oldu? 50 rabitə. 50 say. 50 say. Cəmin soruşmuşdum. Rabitə 20 dənədir, 30 dənə də fosfat turşusu. Yaxşı, bu belə. Və bir də var. Adenozin difosfat. Səsləri bağlayaq. Adenozin difosfat turşusu. Müəllimlər, bilirik ki, 2 deməkdir. Difosfat deyəndə 2 fosfat turşusu nəzərdə tutulur. Bu da mənim ADF-im. Adenin yenə riboza, yenə də fosfat turşusu. Bu da mənim ADF-imdir. ADF-in içində difosfatdırsa 2 dənə fosfat var. Və aradakı rabitə 1 dənə makroergik rabitə var. Və bu rabitədə 40 kilojol enerjiya malik olduğuna görə biz deyirik ki, ADF-in tərkibində 40 kilojol enerji var. Belə bir sual verirəm. Deyirəm ki, məsələ verirəm. Deyirəm, 5 mol ATF və 3 mol ADF-in
tərkibindəki makroergik rabitələri tapla. Bu sualı da başa düşmədim. Bayaq izah elədiniz. ATF-də o bir molekulda dedik nə qədərdir? Müəllimə, enerji, baxın, ATF-də trifosfatdır. 3 dənə fosfor var. 3 dənə fosforun arasında 2 dənə makroergik rabitə var. Göstərmişəm. Və hər bir makroergik rabitə 40 kilojol enerjiyə malikdir. Hər biri. Bəli, bir dənə rabitə. Mən sizdən rabitənin sayını soruşuramsa 2 dənə rabitədir. Enerjini soruşuramsa 80 kilojol enerjidir. Fosforun sayını soruşuramsa 1, 2, 3. 3 dənə fosfordur. Bir ATF-in içində. Siz məsələyə qaydın, baxaq müəllimə, məsələyə qaydın. 5 mol ATF, 3 mol ADF-in tərkibindəki makroergik rabitəni soruşuram. Vururuq 2-yə, 3-ü də vururuq 1-ə. 5, 2, 13 eləyəcək də. Hardan aldınız 13-ü? Müəllimə, baxacaq indi bircə dəqiqə. Müəllimə, deyirik ki, bir dənə ATF-in içində neçə makroergik rabitə var? 1, 2 dənə. Bəs 5 dənə, bir dənə ATF-in içində 2 dənə rabitə var. Bəs 5 dənə ATF-in içində neçə dənə rabitə olacaq? 10 dənə olar. 10 dənə rabitə burada. Bir dənə ADF-in içində bir dənə makroergik rabitə var. Bəs 3 dənə ADF-in içində neçə dənə makroergik rabitə olacaq? 3 dənə rabitə. Cəmin dediyimə görə onun üstünə 3 gəldi, 13. ADF-də bir dəfə əskik olur. Bir dənə əskik olacaq da həmişə. Belə yadda saxlayaq. Bir dənə müəllim. Bəli, fosfat da bir dənə əskik olacaq, makroergik rabitə də bir dənə əskik olacaq. Difosfat. Tri 3 deməkdir, di 2 deməkdir də. Trifosfat 3 dənə fosfat turşusu, difosfat da 2 dənə fosfat turşusu. 2 fosfatın arasında, müəllimə, 2 nəfərin arasında tutanda, əl-ələ tutanda neçə dənə rabitə olacaq? Bir dənə rabitə olacaq da, düzdür. Bizim də 3 dənə fosforumuz var. Onlar 3 dənə bir dənə fosforu gözünüzün qabağına gətirin, əl-ələ tutanda arada neçə dənə rabitə olacaq? 2 rabitə olacaq, 2 dənə. Baxın şəklə, bu tərəfdən əmələ gətirdiyi makroergik ola bilmir. Makroergik ancaq fosforla fosforun arasında əmələ gəlir. Enerji dolu rabitə. Aydındır. ADF-də bir dənə fosfor əskik olurdu. Onu da belə yadda saxlayaq. ADF-də bir dənə əskik olur da. Bəli, baxın, 1, 2, 3 ATF-dədir, 1, 2 dənə də ADF-dədir. Rabitə 1, 2 dənə ATF-dədir, 1 dənə də ADF-dədir. Aydın. Deməli, ATF-in orqanizmdə ATF ehtiyatı 20-30 dəfə əzələrin yığılmasına kifayət edir. Ona görə də ATF-in sintezi fasiləsiz baş verir. Bizim aldığımız o enerji, böyümə, hərəkət, biosintez, aktiv daşınma, sinir oyanmaları bu kimi proseslərdə bizə lazımdır. Bəs nə vaxt sintez olunur? Glikoliz mərhələsində, oksigenli mərhələdə və fotosintezdə ATF sintez olunur. İndi onlarda növbəti dərslərdə deyəcəyik. Mən istəyirdim ki, bu gün zülalların biosintezində keçim. Amma ki, məsələ də həll elədik deyə. Gəlin, əsas anlayışları keçək, gələn dəfə hara qədər çatdırarıq, gələn dəfə qalanı deyərik. Deməli, müəllimlər, biz zülalların biosintezindən danışanda birinci növbədə orada olan terminləri bilməliyik. Nukleoziti bildik. Nukleozit nə idi? Nukleozit, deməli, azotlu əsas Bir də şəkər. və şəkər bir yerdə, şəkər, pentoza. Bu nukleozitdir. Fosforsuz nukleozitdir. Bəli, nukleozit. Gəlib fosforu da birləşəndə olur nukleotit. Nukleotit. Bu mənim bir dənə nəyimdir? Nukleotidim. Nukleotidlərim də deməli, bir-biri ilə birləşir. Adenin, guanin, sitozin. 3-3 birləşirlər və nə əmələ gətirir? Triplet. Triplet. Bu triplet də 3 dənə nukleotid birləşir, triplet əmələ gətirir. Bunlar da biz adlandırırıq genetik kod. Məsələn, biz telefonumuza kod qoyuruq. Məsələn, mənim telefonumun kodu 1994, doğulduğum ildir.
Görürsünüz, 4 dənə rəqəm qoymuşam. Koddur. Amma amin turşu isə 3 dənə nukleotiddən kod qoyub. A, G, S. A, G, S. S, S, G. G, G, S. Görürsünüz, adenin, guanin, sitozin və deməli DNT-də timindir. Genetik kodda DNT-də olur da, bilirsiniz ki, zülalın ilkin quruluşu haqqında məlumat DNT-də olur. Və 4 dənə nukleotiddir. 4 növ nukleotiddir. 4 növ. Nukleotid neçə birləşir? 3-3 birləşir. Bayaq dediyimiz kimi 4 növ nukleotid 3-3. 3-3 birləşmək nə deməkdir? Bax 3 dənə birləşmə əmələ gətirir bir kod. 3-3 birləşir bir kod. Bəli, triplet əmələ gətirir. Ona görə də 4 növ nukleotid 3-3 birləşir və 4-ün üstü 3 şəklində yazır. Neçə növ nukleotiddirsə aşağıdan yazılır. Neçə birləşirsə yuxarıdan yazılır. Məsələn, mən sizə deyirəm ki, 3 növ nukleotid 2-2 birləşsin. Eləyir 3-ün üstü 2, 9 növ. Deyirəm ki, 3 növ nukleotid 3-3 birləşsin. Eləyir nə? 27. Və bizim isə 4 növ nukleotidimiz 3-3 birləşir və nə əmələ gətirir? 3-3 birləşir, 64 kombinasiya əmələ gətirir. Bir dəqiqə, ekranı düzəldim. 64 kombinasiya əmələ gətirir. Müəllimlər, bu əmələ gələn 64 kombinasiyadan 16-sı adenindən başlayır. 16-sı guanindən başlayır. 16-sı sitozindən başlayır. 16-sı timindən başlayır. Nə deməkdir bu? Mənim 64 dənə tripletim var. O tripletlərimin 16-sı adeninlə başlayır. 16-sı guaninlə, 16-sı sitozinlə, 16-sı timinlə başlayacaqdır. Və bir dəqiqə. Aha. 16-sı adenindən başlayır, 16-sı guaninlə, 16-sı sitozindən, 16-sı timindən başlayır. Yəni 16 adeninlə başlayanı mən əslində yaza bilərəm bura. Sadəcə yerimiz çoxdur. Məsələn, A adenindən başlayır, AGA, ACA, ATA, ondan sonra ACC, AGS, ATS. Görürsünüz, yaza bilərəm. 16-sı adeninlə başlayır. 16-sı guaninlə başlayır. GGA, GGS. Nümunə üçün yazıram. Yəni 16-sı guaninlə. 16-sı sitozinlə başlayır. SSA, SST, SSG. 16-sı timinlə başlayır. TTA, TTS. Bunu biz əzbər bilməliyikmi? Xeyr. Bizə lazım deyil. Bu kodlar hansı, nəyə kodlaşdırır bizə lazım deyil. Yəni o bizə düşəsi deyil. Biz nəyi bilməliyik? Biz bilməliyik ki, 64 tripletimiz var. Onların 16-sı adenindən başlayır, 16-sı guanindən, 16-sı sitozindən, 16-sı da timindən başlayır. Bəs bunu biz harda işlədəcəyik? Bir dənə buranı silim, göstərim sizə. Harda işlədəcəyik? Müəllimlər, bizə deyəcək ki, sənin 4 növ nukleotidindən adenin kodlaşdırmada iştirak eləməsə, onda sənin yerdə qalan nukleotidlərin neçə deməli triplet əmələ gətirəcək. Mən də baxıram ki, 3 növ nukleotidim qalır və 3-3 birləşsələr, 3-ün üstü 3 nə eləyəcək? 27 eləyəcək. Yenə 27 atamalı kimi bölürlər. 9-u deməli, adenin yoxdursa guaninin, 9-u sitozinin, 9-u da timinin payına düşür. Deyir ki, məsələnin şərtində guanin də yoxdur. Mən də baxıram 2 növ nukleotidim. 2-3. Bəli, 3-3 birləşsələr, 2-in üstü 3 eləyəcək 8. Yenə bunun yarısı dədəmalı kimi bölürlər. 4-ü sitozinin payına düşür, 4-ü də timinin payına düşür.
Bu həmişə triplet kimidir. 3-3 həmişə elə yadda saxlayaq da. Fidan müəllim 3-3. Ama demin test bankında orada yazır ki, məsələn, bu iştirak eləməsə kodlaşmada, ona görə bunları da deyirəm ki, yəni necə tapırıq. Bəli, əsas bizə 64 triplet lazımdır ki, onun da biz deyəcəyik ki, 3 dənəsi kodlaşmada iştirak eləmir ki, biz onlara stop kodları deyirik. Düzdürmü? Stop kodları hansılardır? Urasil sitozin guanin, urasil guanin sitozin, UA'dır. Urasil adenin. UAA, UGA, UAG. İndi bunları DNT-yə çevirsək biz, DNT-yə. ATT, deməli, AST, ATS. DNT-yə çevirsək. Çünki bizə DNT-dəkilər lazımdır ki, baxaq görək, adeninlə mi başlayır? Baxın, stop kodların 3-ü də adeninlə başlayır. Deməli, mənim 16 dənə adeninlə olan kodumun 3 dənəsi stop kodudur. Yerdə qalan 13-ü kodlaşmada iştirak eləyir. Onda mən start kodunu dedim də, yəqin Urasil adenin. Yox, müəllimə, Urasillə dediyiniz məlumat RNT-sində olandır. Biz onun şeyə çevirməliyik, DNT-də olanlardır. Mən də məktəb vaxtından məlumat RNT-də olanı əzbərləmişəm. İnansı qəfil soruşsalar, yəni gərək mən onu çevirim. Çünki məktəb vaxtından ilə yadımızda qalıb məlumat RNT-sindən ibarət olan UA, UGA, UAG. Əgər bunun birini bilsəz, onu məlumata da çevirə bilərsiniz, nəqliyyata da, hətta DNT-yə də çevirə bilərsiniz. Deməli, Urasil, onda start kod onu belədir də, Urasil adenin guanin, Urasil guanin adenin, Urasil guanin adenin, Urasil adenin guanin, Urasil adenin adenin. Bunları DNT-də çevirsək, ATT, AST, ATS kodları. Fidan, bir dənə aydın yaza bilərik, yuxarıdan qarışıqlı oldu, yaza bilmədim. Qoy qeyd eləyək də onu bir dənə olar. Yaxşı olar. Yaxşı. Müəllimə, bu dərsini sonradan siz onlayn şəkildə atırsınız. Bəli, atıram. Göndərirəm qruplara. Deməli, müəllimlər, Urasil adenin, Urasil guanin adenin, Urasil adenin guanin. Bu MRNT-də olandır. Bunu bilirik də, yəqin ki, Urasilin qabağında adenin durur, adeninin qabağında timin durur, adeninin qabağında timin durur, Urasilin qabağında adenin, guaninin qabağında sitozin, adeninin qabağında timin, Urasilin qabağında adenin, adeninin qabağında timin, guaninin qabağında sitozin. Burada vergi səhvlikdir. Yuxarı aşağıdakı da bu qarşı RNT-dir. Bu DNT-də olan stop kodlardır. DNT-də olan. DNT-ni əzbərləsəz, digərlərini də asanlıqla tapa bilərsiniz. Yaxşı, müəllimlər, bir də belə bir şey var ki, bizdə, bunu da deyim, bununla yekunlaşdırmalıyam, dərsim var mənim də indi. Deməli, müəllimlər, biz dedik ki, 64 dənə koddur, 3 iştirak eləmir kodlaşdırmada, biri isə başlanğıc koddur. AUG. AUG start kodudur. Biz dedik, bunlar stop kodudur, stop kod. Stop kodu. Amma bu isə start kodudur. Yəni, istənilən amin turşunu başlamaq üçün birinci növbədə start kodundan AUG-dən istifadə olunur. AUG-yə biz baxsaq, deməli, metianin amin turşusunu kodlaşdırır AUG. Bizə lazımdırmı? Adını yadda saxlamaq lazım deyil. Sadəcə məntiqi düşər sizə birdən. Onu demək istəyirəm. AUG ilə başlayırmı? Bütün amin turşular AUG ilə başlayır. Zülalın sintezi AUG ilə başlayır. Start kodudur. Amma biz deyə bilərikmi ki, bütün zülalların başlanğıcı metianin amin turşusudur? Deyə bilmərik. Niyə görə deyə bilmərik? Əslində, başlayanda AUG ilə, yəni metianinlə başlasa da, sonradan həmin o hissə, başlanğıc hissə artıq kimi kəsilib atılır. Ona görə də biz zülalların hamısını nəzərdə keçirsək, hamısının başlanğıcında metianin deyil, AUG deyil. Fikrimi aydın oldu, fikrim çatdı. Yəni, bir də deyirəm, müəllimlər, zülalın sintezin başlaması üçün AUG kodunun olması şərtdir. AUG. Yəni, zülalın sintezin başlaması üçün kod tripleti AUG-dir. Başlanğıc kodu. Necə ki, qutarmaq üçün deyirik, ATT stop kodudur. Burada da AUG başlanğıc kodudur. Zülalın.
Zülalın Müəllim, bir başına... söz soruşmaq olar. Buyurun, buyurun. Bir triplet ancaq bir amin turşunu kodlaşdırır. Bir triplet bir amin turşunu kodlaşdırır. Bəli, bir triplet. Baxın, bunu Betyanini kodlaşdırır. Bir dənə bunu kodlaşdırır. Ancaq Amma bir amin turşunu 6 triplet kodlaşdıra maksimum bilər. 6 triplet kodlaşdıra bilər, minimum bir dənə. O da niyə görədir? İndi onu da deyəcəm, yekunlaşdırıb, deyəcəm onu Çox da. sağ olun. Siz də sağ olun. AUG, bəli, başlanğıc kodudur. Mənim zülalım sintez olur. Hamısının başlanğıc kodu AUG-dir. Çünki qapının açılması üçün AUG kodu olmalıdır. AUG kodu olmalıdır. Qapının açılması üçün. Yəni, zülal sintezin başlaması üçün. İndi loru dildə desək. Amma sonradan bu AUG kodu kəsilib atılır. Artıq bir məhsul kimi. Necə ki, biz parçanı kəsirik alanda. Görürük ki, belə artığı var, ya nəyi var? Əlavəsi var, əyrisi var. Biz onu kəsib hamarlamırıq. Zülal sintez olunub qutarandan sonra da onun baş hissəsində olan və arxa hissəsində olan stop kodu və start kodu kəsilib atılır. Ona görə də hamarlanır sanki, düzləşir də, yəni yararlı hala salınır. Yəni, fikrimizi ümumiləşdirsək, ona görə deyirəm ki, başlanğıc kodu həmişə AUG-dir. Amma AUG axıra qədər zülalın tərkibində qalmır, kəsilib atılır. Fikrim aydın oldu. Fidan müəllim, ona ferment deyə bilərik biz. Yox, ferment deyil, amin turşudur. Amin turşudur. Start kodudur. Bəli, bir də biz dedik ki, bir amin turşu bir neçə tripletlə kodlaşa bilir. Bəs necə olur ki, bir neçə tripletlə kodlaşır? Bunun səbəbi nədir? Müəllimlər, ona görədir ki, bəzən zülalda mutasiya nəticəsində kodlarda dəyişiklik meydana çıxır. Yəni, deməli, bir dəqiqə, bu kodluydu. Yəni, burada məsələn, biz yazmışıq, qeyd eləmişik. Mutasiya nəticəsində dəyişiklik meydana çıxır. Yəni, bizim ASU kodumuz adenin, sitozin, urasil kodu. Trionin amin turşusunu kodlaşdırır. Əgər mutasiya baş versə, bu urasil yerindən tərpənib adeninlə əvəz olunsa, yenə də ASA trionin amin turşusunu kodlaşdıracaq. Yəni, zülalların sintez zamanı belə bir köməkçi, bir yardımcı bir şey yaranıb ki, bir amin turşu əgər bu koda uyğun olmasa, bu birisi kodda onu kodlaşdırır. Birdən işdi şayətdir, bu tripletin başına bir iş gəlsə, urasilin yeri adeninlə dəyişsə, zülalın quruluşu dəyişməsin, orqanizmin bütövlüyü pozulmasın. Yenə də dəyişiklik baş versə də eyni şeyi kodlaşdırsın. Fikrim çatdı. Yəni, bu tripletdə bir dəyişiklik baş verəndə, onun bir hərfi başqa bir hərflə əvəz olunanda, yenə də trionin amin turşusunu kodlaşdırır ki, zülalda ardıcıllıq pozulub başqa bir şeyi yaratmasın, başqa bir orqanizmə ziyan verməsin. Yəni, belə bir şey deyək, necə deyək, yəni, necə bir fikriniz var, kim qəşəng başa düşdü, deyə bilər bizim üçün də bu fikri. Aralarında yer dəyişmək elə, həmin quruluş dəyişməməyə görə öz aralarında yer dəyişməsinlər də, sadə dillə başa düşsə. Bəli, sanki belə bir təbiətən uyğunlaşma baş verib ki, ona bir şey olsa, onu əvəzləyən başqa bir şey var ki, zülalın molekulun quruluşu dəyişməsin, orqanizmin bütövlüyü pozulmasın. Çünki kodun birinin yerinə başqa bir şey girəndə, amin turşunun birinin yerinə başqa birisi girəndə, onda tamamilə fərqli bir zülal sintezi olunur. Ona görə. Quruluş dəyişmək. Quruluşa köməkçi olsun deyə. Müəllimlər, burada saxlayıram, çünki mənim bir dərsim var. 64-dən neçəsi kodlaşdırmada iştirak edir? 3 iştirak eləmir, 61-i iştirak edir. Bəli, 61-i. 61-i. Yaxşı müəllimlər, burada yekunlaşdırıram. Gələn dəfə dərsi oxuyuruq. Yenə suallarınız nə olsa, gələn dəfə biriniz də sual cavab eləyərik. Suallarınızı verərsiniz, 4-cü gün olacaq dərsimiz. Zülal sintezini də keçərik, transkripsiya, transliyasiya. Vaxt olsa, mən istəyərdim maddələr mübadiləsində keçək. Çünki istəyirdim ontogenez bölməsində ödənişsiz dərsdə keçim.
Ona görə siz də təkrarlayın ki, siz də sağ olun, siz də təkrarlayın ki, oxuyun ki, sizə də bir xeyri olsun. Ən azından başlamısınız. Yaxşımı? Başqa suallar? Müəllimə, indi bu neçə dərs ödənişsiz olacaq, bilmək istəyirəm. Bir ay. Bir aydan sonra ödənişliyə keçirsiniz də. Bəli, ödənişli keçəcək. Ödənişin qiyməti neçədir? Onu yazarsınız, menecerimiz cavablayar. Bu dərs çünki YouTube-a qoyulur. Qaydı deyəndirim. Ona görə mən